Muxtar Respublikada 250-dən çox mineral su mənbəyi mövcuddur və onlardan biri də mikrokomponentlərlə zəngin olan, dünən şöhrət qazanıb, bugün itib batan Vayxır mineral suyudur. Araşdırmaların nəticələri göstərir ki, Vayxır mineral suyu Naxçıvan Muxtar Respublikasında mövcud olan mineral suların içərisində ən çox mikroelementlərlə zəngin olan sudur. Çünki bunun tərkibində arsen, dəmir, bor, stronsium, magnezium, mis kimi mikroelementlər var. Eyni zamanda bunun tərkibində arsen də var. Arsenin az miqdarda su ilə fərqli olaraq bunun tərkibində arsenin miqdarı cüzidir. Bu da onun içmək üçün yararlılığını və müalicə əhəmiyyətlərini artırır. Vayxır mineral suyunun tərkibində həm də sulfat iyonları vardır. Bu iyonların möcüzəvi birləşimi onların müalicəvi xüsusiyyətlərini artırır, onların unikallığını artırır və bu suları dünya şöhrətli sular sırasına çıxara bilir. Tərkibində dəmir iyonları olduğuna görə o qan ağzında hepatit xəstəliklərinin müalicəsində çox böyük əhəmiyyətə malikdir. Bundan başqa tədqiqatlar nəticəsində müəyyən etmişdir ki, Vayxır mineral suyunun tərkibində bor da vardır. Bor bildiyiniz kimi həm bitkilərin boy artımında, eyni zamanda insan orqanizminə də çox böyük nəticələr göstərir. Babək rayonunun eyni adlı kəndi ərazisində çağlayıb çıxan Vayxır suyu 1972-ci ildə elmi şəkildə öyrənilib və 1985-ci ildə istehsalına başlanılıb. Vaxtilə zavodun illik istehsal gücü 200 milyon butulka təşkil edib. Bu əvəzsiz mineral sərvətimiz həm 0,5 litrlik şüşə butulkalarda qablaşdırılıb, həm də 60 tonluq termoslarda vaqonlar vasitəsilə SSR-nin digər ölkələrinə göndərilib. Sanatoriya getmişdim müalicə üçün. Orada mənim tanışlarım da var idi. Bir gün bir nəfər gəldi ki, sizin kəndin suyu gəlib çıxıb Moskvaya, Podmoskvaya. Getdilər 2 butulka su aldıq, getdik, içdik, həmin bu sudan idi. Cəmaət heyrətə gəlirdi. Biz deyirdik ki, orada ayaqlarımızı yuyuruq, nə bilim, dəri xəstəliyi üçün istifadə edirik. Onları heyrət bürüyürdü ki, belə də bir su olar. Biz indi bu qiymətli suyu istifadəyə vermirik, qalıb burada məhv olub gedir. Dağların ətəyindən fəvvarə ilə çıxan, bugün isə üzəri hansısa səbəbdən qapanan mineral bulağın suyu müxtəlif xəstəliklərin müalicəsində mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən Vayxır suyu ötən əsrin sonlarına dək yüksək müalicəvi əhəmiyyəti ilə şöhrət tapıb. Bizim kəndin üstündə də bir quyu vurduq. O quyuda bir 550-600 metrə yaxın bir olardı. Quyunun özü fontan elədi. Quyudan 18-20 metrdə su qalxırdı göyün üzünə. Ondan sonra bir müddət, o təxminən 10 il, 15 il belə müddətdə bu özü xoşuna yenə fontan elədi. Sonradan o dərənin içində olduğu üçün baxımsızlıqdan daş qaya töküldü, onun içərisində məhv oldu, getdi. O su bunlardan da keyfiyyətli bir sudur. Ondan böyrəyə, mədiyə xeyir olması üçün gedib kənddən solduruq butulkalara gətirib kimin böyrəyində, mədəsində problem vardı, ondan içirdi, sağalırdı, heç bir demirdi ki, ağrı var. Bulağın suyundan, eləcə də dəri xəstəliklərinin müalicəsində geniş istifadə edilib. Cəmi 15-20 dəqiqə ərzində bu mineral su ilə yuyunan insanlar tezliklə şəfa tapırlar. Qadimdən bu suya qotur suyu deyərmişlər. Dəri xəstəliyi üçün çox əlverişli bir sudur. Bunun müalicəsi üçün, müalicəvi əhəmiyyəti o qədər çoxudur ki, Naxçıvanın hər yerindən, hətta başqa rayonlardan da bura gəlirdilər müalicə almaq üçün. O ayaqları tutulan, məsələn, dəri xəstəlikləri olanlar gəlib burada şəfa tapıb gedərdi. Bu suyun qiyməti yoxdur. Mən bilirəm ki, bu su çox müalicə əhəmiyyətli sudur. Çox qəşəng müalicəli sudur. O dərənin arasındadır, özü orada yuyunmaq üçün də, müalicə üçün, içmək üçün də. Yəni, xeyri sudur. Belə su ötürərlər, qiymətli yoxdur heç onun. Həddindən artıqdır. Ötən əsrin sonlarında quyunun yaxınlığında karbon qazı istehsalı müəssisəsi də fəaliyyət göstərib. Burada maye şəklində istehsal olunan karbon qazı ölkənin digər bölgələrindəki su istehsalı zavodlarını da təmin edib. Bir sözlə, faydaları saymaqla bitməyən bu təbii sərvətimiz təəssüflər olsun ki, sahibsiz qalıb. Kənd sakinləri deyirlər ki, debiti saatda 30 ton su olan quyunun ağzı bugün kapandığından bu yeraltı sərvətimiz başqa yerlərdən bulaqlar şəklində çıxaraq Naxçıvan çayına qarışır.
son zamanlar yerin tərkibində baş verən tektonik dəyişikliklər, seismik hərəkətlər və digər yeraltı təkanlar nəticəsində suyun bir qədər öz debiti azalmışdır. Buna baxmayaraq, bu suyun ətrafı müəyyən araşdırma nəticəsində qeydiyyata alınsa, orada nişanlanıb, orada kəşfiyyat quyuları qazılsa, bu suyun yenə əvvəlki şöhrətini, əvvəlki debitini özünə qaytarmaq mümkündür. Yerin tərkibində çox dərinliklərdə olan sular öz məzralarını dəyişəndə onlar 10 metrdən bir neçə kilometrə qədər öz məzralarını dəyişə bilirlər. Amma onlar məzralarını itirmirlər. Daimi hərəkətli olub, başqa bir yerdən yer səthinə çıxırlar. Həm müalicəvi məqsədlər üçün, həm sənaye əhəmiyyətini bərpa etmək, həm də ekoturizmin inkişafında onun rolunu artırmaq üçün müəyyən tədbirlər görülməlidir. Vaxtilə bu suyun tibbi və iqtisadi səmərəsindən faydalanan sakinlər inanır ki, Vayxır mineral suyu yenidən istehsal olunaraq keçmiş şöhrətinə qayıdacaq və sağlamlıq turizminin inkişafına böyük töhfə olaraq Muxtar Respublikaya xeyli gəlir gətirəcək. Hafizə Əliyeva, Şövkət Kərimli, Rəşad Hüseynov, NTV Xəbər.